il aprelin 21-i Beynəlxalq Sirk Günü kimi qeyd edilir. Bu bayramın təşəbbüsü Ümumdünya Sirk Federasiyası tərəfindən 2010-cu ildə irəli sürülüb. Həmin gün müxtəlif ölkələrdə sirk həvəskarları üçün maraqlı proqramlar, festivallar, əyləncəli küçə yürüşləri və bir çox digər tədbirlər hazırlanır. Sirk bir qrup artist və müəssisə tərəfindən akrobatika, klon, sehirbazlıq, heyvan oyunları kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət növüdür. Sirkin yaranmasının qədim tarixi vardır. Onun kökü antik Romadan başlar. Keçən zaman ərəfəsində sirk sənəti də inkişaf etmiş və istər xarici görünüşdə, istərsə də attraksiyonların aparılmasında müəyyən dəyişikliklərə məruz qalıb. Sirk sənəti adətən ailə sülaləsi şəklində mövcud olur. Bakı Dövlət Sirki 1945-ci il Azərbaycanın ilk milli sirk truppası kimi yaradılıb. Truppa yalnız sirk nömrələrindən ibarət olmamış, tərkibinə estrada və balet artistlərinin çıxışları da salınıb. Ənvər Quliyev, Ulduz bacıları, Kəndirbaz Əlixan və digər artistlərin nömrələrinin çıxışlarından ibarət olan truppa fəaliyyəti dövründə Zirvədən İşıq adlı proqramla keçmiş SSR ərazisində, eləcə də dünyanın bir çox ölkələrində daimi qastrollarda olub. 1967-ci ildə Bakı Dövlət Sirkinin memarı İsmailov və Leontev olan hazırki binası istifadəyə verilib. Həmin dövr üçün texniki imkanlarına görə çox müasir sayılan bina memarlıq baxımından bu gün də əksər dünya sirkləri ilə rəqabət aparmağa qadirdir. Ötən müddət ərzində musiqili rəqs şouları, hava gimnastikalarının qeyri-adi trükları, klonların yumor dolu çıxışları, balet şousu və transformasiya illüziyası kimi nömrələrlə zəngin olan Bakı Dövlət Sirkinin səhnəsində bu gün də dünyanın müxtəlif ölkələrindən dəvət olunan kollektivlər çıxış edirlər.